Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında filoloq alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, prezident təqaüdçüsü, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, tanınmış şairə Mahirə Nağıqızı Şamaxı filialının tələbələri ilə görüş keçirib. Tədbir həm görüş, həm də yaradıcılıq gecəsi formatında təşkil olunaraq ədəbi bədii elmi və mənəvi məzmunu ilə seçilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər şəxsləri, Şamaxı rayonunun təhsil və ictimaiyyət nümayəndələri, eləcə də filialın rəhbərliyi, professor müəllim heyəti, tələbə və məzunlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rektoru, dosent Tünzalə Yusifova qonağı salamlayaraq, onun Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar. Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu, Mahirə Nağıqızının həm ədəbiyyat, həm də ictimai mühitdə qadın ziyalı nümunəsi kimi rolunu yüksək qiymətləndirərək, onun yaradıcılığının gənclər üçün ilham mənbəyi olduğunu vurğulayıblar. Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib, müəllifə ünvanladıkları suallarla görüşü interaktiv və səmimi mühitdə davam etdiriblər. Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi, estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb. 23 oktyabr mənim həyatımda çox önəmli bir gün oldu. Bir elm adamına, bir şeir adamına, bir söz adamına verilən qiymət, dəyər verən özü dəyərlidir. Mən bugün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbələrlə görüşdən xüsusi zövq aldım. Tələbələrin mənə ünvanlanmış sualları, mənim cavablarım və yaxud da mənim şeirlərimin ifası və yaxud da mənim şeirlərimə bəstələnmiş mahnıların ifası yeni yaradıcılıq uğurları qazanmağa, daha da məsuliyyətli işləməyə, daha da məhsuldar işləməyə məni sanki səslədi, çağırdı. Boynumuza bir məsuliyyət qoyuldu. Daha çox işləyək, vətən üçün, xalq üçün, tələbələrimiz üçün, gənclər üçün yeni nəyisə deyə bilək və onların tərbiyəsində xüsusi bir əməyimiz olsun. Elvin Qudratov, Rafiq Həsənov, Elçin Məlikov, bugün informasiya proqramı üçün.